valideynlər uşaqlarını aparırlar psixoloqa, özləri getmək istəmirlər. Birincisi, valideyn özündə problem olduğunu qəbul etmək istəmir və ona görə də düşünür ki, problem uşaqdadır və onu göndərir. Mən buna qırıq telefon yanaşması deyirəm. Sanki bu bir qırıq telefondur və ustaya aparır ki, bunu düzəlt. Və psixoloqa aparmaqla işini bitmiş hesab edir. Amma məsələ bu deyil. Valideyn nə hiss edirsə, eynisini uşağına ötürmüş olur. Və ona görə də çox düz deyirsiniz. Məsələn, bəzən yeniyetmələrlə və uşaqlarla işləyəndə 45 dəqiqə uşaqla işlənilir, 15 dəqiqə valideynlə danışılmalıdır da. Və çox zaman deyirlər ki, eybi yox, əgər nə qədər işləyəcəksiniz, hamısını uşaqla işlə, mənlə işləməyinə ehtiyac yoxdur. Yaxşı, uşaqda yaranan bir problemi biz həll elədik, deyək ki, uşaqla birlikdə. O problemi yaradan şey sənin yanaşmandırsa, sonra sən yenə onu axı təsir eləyirsən və o yenə yaranacaq. Yəni problemi yox, problemə gətirib çıxaran o səbəbi aradan qaldırmaq lazım olur.